Tanıyın kimdir hemen Kerbela Sultanı. O Hüseyin'dir ki tutup nuru bütün dünyanı. O Hüseyin'dir ki ona küllü melekler aşık. Ona dağlar ve denizler ve külekler aşık. Ona taşlar ve yağışlar ve çiçekler aşık. O canıyla ve kanıyla kuruyup Kur'an'ı sever ol kes Hüseyin'i olsa eğer vicdanı. Hey Hüseyin aşık meclis ürefa meclisidir. Harda var ismi Hüseyin Kerbela meclisidir. Bura bir haldaki şahi şüheda meclisidir. Bir rivayet okuyun ben de size irfani. Sanmayın siz bunu Ferhat ve şirin dastanı bir selavat. Çok nağıllar eşitmişiz, çok dastanlar eşitmişiz ama olmuş bir hadisedir. Qəşəng qulaq as. Allah Azze Şən Həzərin qələmindən bərəkət versin. Günlerin bir günü Selman dolanırdı şehri. Selman Farsi bir gün Medine'nin pazarında gezirdi. Günlerin bir günü Selman dolanırdı şehri. Derdini söylemeye sanki gezir bir neferi çok qəmliydi. Tez Əbazer dedi Selman ne oldu? Bir kefsen kardeş, af dert kederim, məni agah elə qəlbində olan pünhani, derdi bölmək qutarar dərddən həmən insanı. Selmanla Əbazer gezirdi Medine'nin bazarında, ama bir keyf idi. Əbazer dedi, ne oldu? Niye qanun qaradık bunu deyəndə? Selman ağladı. Ey Əbazer, bu neden? Görmedim köksümde benim, dert böyle xəstəliyə düşmüşəm. Dedi, axı ne oldu? Pəncitən sevgisi geçerdi bu cismimde benim. Dedi, bəxtələr, bu ki xəstəlik deyil, pəncitən yanı bildizlər. Peygamber Ekrem, Ağa Emirəl-Müminin, ki dünya xanımı, İmam Həsən Müştəba aleyhisselam ve Hazreti Hüseyin aleyhisselam. Dedi, bunların eşki məni dəli edib. Dedi ki, bu bir dərddir. Dedi, yox, bunları çox istəyirəm. Mən bu rozən hər yerdə oxumaram. Ancaq həqiqi Hüseyinçilər üçün oxuyuram bunu. Ki, bil ki, niyə gəlmişsən və bil ki, sən kimsən? Bir səlavat hədiyyə ben bu 5 nəfəri çox istəyirəm. Amma 5 nəfərin ən evin kiçiyi ki var, Həzrət İmam Hüseyin Ağanın, Hacıraq. 3-4 yaşı var idi onda. Deyir, bunları çox istəyirəm, amma bilmirəm nədir ki, İmam Hüseyini biraz bunlardan çox istəyirəm. Birdən mənim bu söhbətim çatar Peygambərin qulağına, Əlinin qulağına, Zəhranın qulağına, qəlbləri qırlar məndən ki, niyə sən bizim evin kiçini bizdən çox istəyirsən? Bu söz budur ya, qurban olmuşsan. Pəncitən sevgisi yekserdi bu cismimdən mənim. Allah, Allah, qəlbimdə Hüseynə eşqim ayrıdır mənim. Qorxuram küfrə aparsın bu əməl Selmanım. Xəstə könlüm tapa bilmir özünə dərmanı. Selman öz qəlbidəki eşqini agah elədi, danışdı. Xeyli vaxt sustu Əbazer, sonra bir ah elədi. O da öz eşqini öz dostuna agah elədi. Dedi Selman, and ola Allaha, sevirəm sən dediyin cananı. Deməyə tapmamışam bir vəfalı insanı. Dedi Selman, mən də şeyini çox istəyirəm. Onun qəlbində eşqi başqadır.
İndi iki dostu baxır bir-birinə, o da Hüseyni çox istəyir, mən də Hüseyni çox istəyirəm. Düz, sevgi bir sualdır ki, niyə görə mən Hüseyni çox istəyirəm? İndi Allah Azərbaycanı salamat eləsin, qəşəngdən cavab yazarlar. Bax, bir nə bilək biz, necə düşdük bu dəli sevdaya? Uşağı yaxşı tanar kim gətirib dünyaya? Bir düzdanı gediriklər. Dur, Səlmanı deyir. Dur gedək eşkimiz agah eləyək Səhraya. O edər zülmətə düşmüş sual-i nurani, həm ziyarət elə Cəbrail olan ünvani. Durdular ayağa. Gəldilər Peyğəmbər qızının qapısına. Ya Fatıma-i Zəhra. Dövdülər qapısına. Mənzərəm Fatıma-ya gəldi ki hali cənab. Dövdülər qapını. Hanım ərzəli səlam, bağda əzəli salam, qapının butayından sual verirlər cavab. Ki Hüseyin əşkinədir, qəlbimizi etdi kebab. Hanımın cavabını da Fatıma söylədi ki, məndə buna yoxdur cavab. Sevirəm mən də sizin tək o gülü reyhani. Xanım neyniyək? Cevabım bəlkə Əli bildi, odur bağbani. Gedin Əli'dən soruşur. Uşağı atasından soruşur. Elə qapıdan uzaqlaşmaq istəyirlər, gördülər Əmir Əleyhisselam özü gəlir. Əl-qərəz məclisi üşşaqa, özü gəldi Əli. Ona da oldu sual, eşq-i Hüseynin məsəli. Bax elə, cavabım yox, tək bunu anlattı vəli. Necə siz heyranısınız, biz də onun heyranı. Əli neyniyək? Resulullah'a gedib eyləyəyük eylanı bir sələvat. Həzrət Mövla, Səlman, Əbasər gəldilər Peyğəmbər Xudanın bərabərinə. Peyğəmbər də bu Allah elçisidir. Ağa Resulullah bilir ki, onlar niyə gəlməyər? Gəldilər sual verməyə. Bax, burada acı yaxşı yazır. Resulullah edə bilməzdir özündən təhlil. Peyğəmbər Xuda nə danışıbsa Allah'ın sözünü danışıb, öz sözünü deməyib. Resulullah edə bilməzdi özündən təhlil, gözlədi Allah ona bir xəbər etsin nazil. O zaman endi yerə ruh-il əmin Cəbrail dedi, sevmək Hüseyni qoruyar imanı, o da Allah dedi, İslam dilinin qurbanı. Adı meydan-ı məhəbbətdə geyən qanlı kəfər. Adı meydanda mübarək, başı dağdan kəsilən. Adı başsız qulun üstündə qalan qanlı bədən. Adı zölmüylə heyran edib düşman, nədir bir can verər Allah'a ona min can. Adı bir olmuş şahit o meydanda ölen Əli Əkbər, kimin görəsən Əli Əkbər yürür. Adı bir körpə qızı, körlü biyabanda yönen. Adı yandan boğazından çıxarıb peykanı Əli Əkbər və qurban o səpirdir göyün üstə bir oruç mərdanı. Ya Muhammed, Cenab-ı Cebrail diyor, ne kadar eşk ona layıktır. Əli gəlir, Səlma gəlir, və Nazər gəlir ki, niyə şey çox istəyir? Bax elə, ya Muhammed, ne kadar eşk ona layıktır ona. Razı eşki, kimi tutmuştu sana o şık diyorlar. Hüseyin, bir bendedir, Allah öz aşık diyorlar. Sen kimsen, ben kime? Hüseyin'in aşığı Allah'dır. Hüseyin, bir bendedir, Allah
Bunu erşen demesen ruhuna meksep olmaz. Allah bu şairimizi selamımız eylesin. Erşen bunu demesen ruhuna meksep olmaz. Hüseyin aşıkları içler, sana mensep olmaz. Denemin aşık olar, hamımız dili İmam Hüseyin'i seviriydi. Düzdür kardeşlerim, əzizlərim. Elə bir adlı, gəl cəzbeyi eşq olsa gətirirəm, necə gəlməz. Gəl cəzbeyi eşq olmasa gəlsə, necə gəlməz. Düz, səni bura Hüseynin məhəbbəti gəlir. Denemin hamımız dili seviriydi. Denemin aşık olar, hiçbir Zeynep olmaz. Hanım yaralar ve kurban. Hanım bu günler o günlerdi ki, hanım da esirliğden azad olmuşsan. Koy inşallah biraz enerji edeyim. Bu da benim zikrim sümbetim olan. Eğer ben eşkine yaşayanlar, Karivan geldik, yolun ayrılığında dayandık. İmam Seccad aleyhisselam geldi kabağı. Esirliğden ki azad olurlar. Geldi durdu Zeynep sallallahu aleyhi ve sellem. Bibi Zayan Zeynep. Bibi Zeynep bu yol Medine'ye gelir, bu yol Kerbela'ya. Emrin nedir emme? Dedi bimarım bana ya ben Kerbela'dan doymamışam. Onda gel seni yaparım kardeş bu gülüşüne. Hulasa şiirler geldiler Kerbela'ya. Bak bu yollardaydı bu günlerde hanım Zeynep'in karivanı. Bir karivan dayandı Kerbela'dan ya. Allah 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 ya. Esirler düştüler Kerbela'nın dizine. Birbiri soruştular. Bir mezarlarla tanış oldular. Her ana öz balasını, her kardeş öz bacısını, her bacı öz kardeşin mezarın taktı, okşadı, ayarladı. Bir zaman İmam Seccad aleyhisselam deyir, baktım gördüm bu ağlayanların arasında, vesirlerin arasında bibim Zeynep yoktu. Böyle başımı kaldırdım, seslendim bibi Zeynep hayanda sana. Böyle gördüm hanım eyleşip Tel Zeynep'iye'den böyle hasretine bakır İmam'ın kabrine. Bibi Zeynep, kardeşim mezar buradadır ve oradan yerleşmişler. Dedi bimarım bana, çalıram şöyle yakın yarışmağa. Dedi niye darıkmamışsan? Dedi yok darıkmış ama utanıram. Utanıram gelen kabrin üstüne. Niye? Dedi ben Kerbela'dan gidende bir emaneti var idi bende. Bir 3 yaşımda bala tapşırmıştı bana. Şimdi ben emanetsiz gelmişim Kerbela'ya. Şimdi ben rüqəyyəsiz gelmişim Kerbela'ya. Utanıram. Ya mezlum şeyimin can, ya abdeyim ya şeyim vay şey.